Bilmirəm bunu, ona görə deyir. Gərək dərsdən çıxan kimi yenilənmə verim. Deyirik ki, karbon turşuları. Hidrogen atomu və ya karbohidrogen radikalı ilə birləşmiş karboksil qrupu olan üzvü maddələrə karbon turşuları deyilir. Karboksil qrupu dedikdə COOH nəzərdə tutulur. Açıq şəkildə yazsaq, karbona 2 qat rabitə ilə bir dənə oksigen atomu, bir də OH qrupu birləşir ki, bu cür maddələrimizə biz deyirik ki, karbon turşularıdır. Niyə hidrogen atomu dedim? Çünki karboksil qrupu ilə hidrogen atomu birləşəndə üzvü turşuların ilk nümayəndəsi olan qarışqa turşusu alınır. Qarışqa turşusundan başqa digər bütün karbon turşularında radikallarımız olur. Deyirik ki, biz karbon turşularını karboksil qrupunun sayına görə və bir dəqiqə gözləyin bunu. Hə. Deyirik ki, karboksil qrupunun sayına görə biz turşularımızı bir əsaslı, iki əsaslı, yəni bir əsaslı turşularımız və çox əsaslı turşularımız olmaqla iki hissəyə bölürük. Bir əsaslı turşularımızı misal üçün ən sadə nümayəndələrimizdən sirkə turşusu. Çox əsaslı turşularımıza isə oksalat turşusu, yəni COOH-ın sayı 2 dənədir. COOH-ın sayı, yəni karboksil qrupunun sayı bir dənədirsə, bu bir əsaslıdır. Karboksil qrupunun sayı 2 dənədirsə, bu 2 əsaslıdır. Və yaxud da 3 dənədirsə, 3 əsaslıdır. Yəni karboksil qrupunun sayına görə müəyyən edirik. Bir əsaslıdır, yoxsa çox əsaslıdır. Ekranı açdım, bağladım, təzədən açdım ki, işlədə bilim əlimdən də. Nəsə işləmə olmur. Başa düşmədim niyə belə oldu. Ardıca deyirik ki, karbohidrogen radikalının təbiətinə görə, yəni doymuş və doymamışlığına görə biz karbon turşularını da 3 hissəyə bölürük. Birincisi doymuş karbon turşularıdır ki, karboksil qrupu ilə birləşən radikallarımız doymuş alkil radikallarıdır. Yəni misal üçün CH3 dedim, C2H5, yəni alkil radikallarıdır. Alkandan alınan radikallardır. Doymamışda isə 2 qat rabitəsi olan radikallardır. Misal üçün akril turşusu. Bir də var ki, aromatik turşularımız, misal üçün benzoy turşusu. Benzoy turşumuzda aromatik həlqə, benzol həlqəsi var ki, biz ona aromatik turşu deyirik. Biz bu günləri sizinlə həm doymuş bir əsaslı karbon turşularını, həm doymamışları, həm də çox əsaslıları öyrənəcəyik. Həmçinin də bunların bütün testlərini də sizə dərs olaraq verəcəm. Ya da ki, indi baxarıq sayaq, sabahadır deyə yarı-yarıda bölmüş ola bilərik. Gəldik doymuş bir əsaslı karbon turşularımıza. Bəlkə doymuş bir əsaslı karbon turşuları tam şəkildə izah elədim, verdim, davamını saxladım sabaha. Deyirik ki, doymuş karboksil turşuları, karbon turşuları nə deməkdir? Hidrogen atomu və yaxud da doymuş alkil radikalı ilə karboksil qrupunun birləşməsindən əmələ gəlir. Ümumi formullarını biz CnH2n+1 COOH kimi göstəririk və yaxud da ümumi şəkildə yazsaq CnH2nO2 kimi göstərəcəyik. Burada n böyük bərabərdir 1-dən. Yuxarıdakı formula əsasən isə n böyük bərabərdir 0-dan. Çünki orada karbonun sayını 0 götürsək, qarışqa turşusu əmələ gəlir. H karbon, OH əmələ gəlir. İkinci yazdığım formula əsasən isə n böyük bərabərdir 1-dir. Karbon turşularının həm beynəlxalq adını, həm tarixi adlarını əzbərə bilməliyik. İlk nümayəndəmiz, dedik ki, ilk nümayəndəmizin adı qarışqa turşusudur. Gəlin indi bizə lazım olan turşuların adını yazaq, həm beynəlxalq adlandıraq, həm də tarixi adlandıraq. Bizə doymuş turşulardan ilk öncə lazım olanı qarışqa turşusudur. HCOOH-dır ki, adı qarışqa turşusu və yaxud da formiat turşusu və yaxud da formiat turşusu formaldehiddən əlaqələndirin. HCHO-ya nə deyirik? Formaldehid.
qarışqa və yaxud da formiyyat turşusu və yaxud da karbonun sayı bir dənə olduğuna görə metan turşusu deyilir. İkinci nümayəndəmiz sirkə turşusu və yaxud da asetat turşusu, yəni CH3COOH və yaxud da 2 dənə karbon atomu olduğuna görə etan turşusu. Üçüncü turşumuz propion turşusudur. Tərkibində 3 dənə karbon atomu var. Adı propion turşusu və yaxud da propan turşusudur. Sonra gəlirik yağ turşusu və izoyağ turşusuna. Yağ turşumuz tərkibində 4 dənə karbon atomu var. Biz bilirik ki, butan izobutan əmələ gətirmirdi. Bunun tarixi adı yağ turşusudur. Bir də var izoyağ turşusu. Bu isə izoyağ turşusudur. Daha sonra pentan turşusu, valerian turşusu, karbonun sayı 5 dənədir. Heksan turşumuz həm də kapron turşumuz adlanır. Karbonun sayı 6 dənədir. Karbonun sayı 7 dənə olana heptan turşusu deyirik, beynəlxalq adı. Amma tarixi adı enant turşusudur. Sonra bizə lazımdır palmitinlə sterian turşusu. Yəni karbonun sayı 16, CnH2+1-də yəni olur C16, H32. Səhv dedim. C15, H31. Səhv demədim əslində, ümumi formulunu dedim. C15, H31, COOH. Bunun adı palmitin turşusudur. Bir də C17, H35, COOH. Bunun adı sterian turşusudur. Əzbərə bilməliyik. Bizə lazım olan əsas turşularımız bunlardır. Karbonun sayı 1-dən karbonun sayı 7 olana qədər, bir də əlavə olaraq C15H31 COOH və C17H35 COOH-ın əzbərə bilməlisiniz. Doymuş bir əsaslı turşuların nümayəndələridir. Deyirik ki, indi doymuş bir əsaslı turşuların adlandırılması. Doymuş bir əsaslı turşuların adlandırılmasına gələndə tarixi adlarından başqa onlarda beynəlxalq adlardan istifadə olunur. Beynəlxalq adlarda deyirik ki, doymuş bir əsaslı turşuda alkanın birinci karbon atomu həmişə karboksil qrupundakı karbon atomudur. Buna əsasən ən uzun zəncir seçilib və bildiyimiz kimi radikalların adı, sonda isə uyğun turşu və uyğun karbonun sayına uyğun alkanın adına turşu sözü əlavə olunur. Yəni misal üçün deyək ki, belə bir maddədir. Gəlin indi bunun hidrogenlərini də qoyaq. Deyək ki, adlandıraq. Adlandıranda karboksil qrupundan başlayaraq ən uzun zəncir seçilir. Ən uzun zəncir seçildikdən sonra deyirik ki, ikinci və dördüncü karbon, üçüncü karbon atomu, bu üçüncüdür. İkinci və üçüncü karbon atomunu metil radikalı birləşibdirsə, deyəcəyik ki, 2-3 dimetil pentan turşusu. Çünki ən uzun karbon zənciri 5 dənədir. 2-3 dimetil pentan turşusu. Bu da oldu bizim karbon turşularımızın beynəlxalq adlandırılması. Doymuş bir əsaslı karbon turşularımızın izomerliyinə gəldikdə, karbon turşularımız quruluş və siniflərarası izomerlik əmələ gətirirlər. Biz burada karboksil qrupunun yerinə görə izomerlikdən söhbət edə bilmərik. Çünki bizim həmişə adlandıranda birinci karbon atomumuz karboksil qrupumuzdur deyə o quruluş, yalnız quruluş izomerliyi əmələ gətirir. Misal üçün bayaqları dediyim kimi butan, bir də izobutan, yəni yağ və izoyağ turşusu. Misal üçün bunu dedik və yaxud da götürüb bu birinci karbon atomunu gətirib ikinci karbon atomuna birləşdirə bilərik. O zaman da belə bir birləşmə əmələ gələcək. Görürük ki, karbon atomunun zəncirinin quruluşu fərqli oldu. Karbonların sayı, hidrogenlərin sayı, hər şey eynidir, təkcə quruluş fərqlidir. Ona görə də deyirik ki, karbon turşularında quruluş izomerliyi və mürəkkəb efirlər ilə siniflərarası izomerlik əmələ gətirirlər ki, mürəkkəb efirləri də bu dərsdən sonra geniş keçəcəyik. Sonra gəlirik doymuş bir əsaslı turşuların karboksil qrupundakı karbon atomu sp2 hibridləşmə vəziyyətində. Bunlarda siqma rabitə və digərlərini gəlin bir yerdə tapaq.
Deyirik ki, sen H2N plus 1 COOH-dır. Desəm ki, karbon-karbon arası siqma rabitə sayı, deyəcəksiniz ki, karbonun sayından bir vahid azdır, yəni N-dir. Burada N+1 karbon var, bu karbonu da nəzərə almalısınız. Ondan biri çıxanda N qədərdir. Desəm, karbon-hidrogen arasındakı siqma rabitə burdakı hidrogenin sayıdır, yəni 2N+1-dir. Desəm, karbon-oksigen arasındakı siqma rabitə, deyəcəksən ki, 2 dənədir. Oksigen ilə hidrogen arasındakı siqma bir dənədir. Bir də bunlarda bir dənə karbon ilə oksigen arasında pi rabitə var, o da bir dənədir. Desəm, ümumi siqma rabitə sayı 3N plus 3-dür. Yox, 3N plus 4-dür, hamısını bir yerdə toplayırsan. Pi rabitə sayı bir dənədir. Desəm, qeyri-polyar kovalent rabitə sayı deyirsən ki, karbonun sayından bir vahid azdır. Sonra desəm ki, karbon atomlarının hibrid orbitallarının sayı, karbonun sayını vurursan 4-ə, çıxırsan 1-i. Çünki bir dənə burdakı karbon atomu sp2 hibridləşmə vəziyyətindədir. Bir dənə orbitalı hibridləşməyibdir. Bunları da dedik. Karboksil qrupundakı karbon atomunun oksidləşmə dərəcəsinə gəldikdə isə bu -2-dir, bu da -2-dir, hidrogen müsbət 1-dir deyə karboksil qrupundakı, yəni birinci karbon atomumuzdakı karbonumuz müsbət 3 olacaq. Bunları da dedikdən sonra deyirik ki, karbon turşularının turşuluq xassəsi. Turşuluq xəstəsinə gələndə üzvü turşularımız zəif turşulardır. Onlar ümumiyyətlə zəif dissosiasiya edirlər. Yəni özlərindən hidrogeni zəif ayırırlar. Qarışqa turşusu isə digər üzvü turşularımıza nisbətən orta qüvvətlidir. Yəni digər turşulardan daha güclüdür. Yəni o dissosiasiya edir. Qarışqa turşusu dissosiasiyasını yazdıqda daha güclü dissosiasiya edir. Qarışqa turşusunun dissosiasiyasını yazdırışda H karbon OO mənfi H müsbət yazılır. Yəni karboksil qrupundakı hidrogen ayrılır, dissosiasiya edir. Turşuluq xassələrinə gəldikdə doymuş bir əsaslı turşularda qarışqa turşusundan başlayaraq molekul kütləsi artdıqca turşuluq zəifləyir. Yəni qarışqa turşusu sirkə turşusundan daha qüvvətli turşudur. Sirkə turşusu etan turşusundan daha qüvvətli turşusudur. Propan turşusundan daha etan turşusu deyirəm, sirkə turşusu yəni elə etandır. Sirkə turşusu propion turşusundan daha qüvvətlidir. Butan turşusundan daha qüvvətlidir. Niyə? Çünki molekul kütləsi artdıqca turşuluq xassəsi zəifləyir. Əgər, baxın, indi bunları dedik. İndi sirkə turşusu yazmışam. Sirkə turşusunun hidrogen atomu var, CH3-dəki hidrogen atomu. CH3-dəki hər hansı bir hidrogen atomunu hər hansı bir halogen əvəz eləyəndə bu zaman hər hidrogen atomu bir dənə, misal üçün, xlor atomu ilə əvəz olunarsa, bu olarsa CH2 xlor COOH, bu zaman turşuluq xassəsi artır. Yəni, xlor ilə əvəz olunduqca turşuluq xassəsi artacaq. Yəni, CH2 xlor COOH-ın turşuluq xassəsi kiçik olacaq CH xlor 2 COOH-dan. Halogenin sayı artdıqca turşuluq xassəsi də artacaq. Və yaxud da deyirəm ki, sirkə turşusu, baxın, sirkə turşusunu müqayisə edirəm. Yod, yəni hidrogen atomu yod ilə əvəz olunur. Adı da olur yod sirkə turşusu, sonra brom sirkə turşusu, xlor sirkə turşusu və flor sirkə turşusu. Yəni hidrogen atomu yod ilə, brom ilə, xlor ilə, flor ilə əvəz olunduqda ən güclü turşuluğa malik olan flor olandır. Niyə? Çünki halogenin elektromənfiliyi artdıqca turşuluq xassəsi də bunlarda artacaq. Sayı da artdıqca artacaq, elektromənfiliyi də artdıqca artacaq. Və deyirik ki, halogen atomu nə qədər karboksil qrupuna yaxın birləşərsə, həmin turşu daha qüvvətli olur. Yəni, misal üçün, burada yazaq propion turşusunu. Əgər halogen atomu gəlib buradakı birinci karbon atomuna birləşdirsəm, sonra gətirib ikinci karbon atomuna birləşdirsəm,
qrupunu olduğu kimi saxlasam desəm, hansı daha qüvvətlidir? Deyirsən karboksil qrupuna yaxın olan daha qüvvətli turşudur. Bu da oldu bunların turşuluq xassəsi. Xahiş eləyirəm diqqətlə əzbərləyin ki, eyni hallogen olsun, sayı artdıqca turşuluq xassəsi də artır. Elektromənfiliyi böyük olanla əvəz olunduqda, yəni flor ilə əvəz olunduqda turşuluq xassəsi artacaq. Hallogen nə qədər karboksil qrupuna yaxın olarsa, o qədər böyük olar. Bunların hamısını əzbərləyin qayda kimi və tətbiq etməyi bacarın. Sonra gəlirik karbon turşularının sənayedə, laboratoriyada alınması və kimyəvi xassələri. Doymuş bir əsaslı karbon turşularının sənayedə alınma üsulları ilk öncə alkanların oksigen ilə katalitik oksidləşməsindən alınır. Yəni adicə metanı oksigenlə katalizator iştirakında oksidləşdirsək, alacağıq qarışqa turşusunu və suyu. Deyirik ki, molekulunda 4 karbon atomu olan alkandan 2 karbon atomu olan turşu almaq olar. Və yaxud da tərkibində 36 karbon atomu olan alkandan tərkibində 18 karbon atomu olan turşu almaq olar. Yəni necə? C4H10-dan oksidləşdirdikdə mən alacağam CH3COOH, yəni sirkə turşusu və su. Və yaxud da C10-a 36 H74-dən oksigen ilə reaksiyasından katalizator iştirakında alacağam C17 H35 COOH və su, yəni stearian turşusu və su. Daha sonra deyirik ki, birli spirtlərin oksigenlə katalitik oksidləşməsindən sirkə turşusu alınır və yaxud da bizim bildiyimiz etil spirtimizin oksigen ilə bakteriya iştirakında oksidləşməsindən sirkə turşusu alınır. Yəni C2H5OH-ın üzərinə oksigen gəlsəm, yuxarıda bakteriya yazılırsa, bilməlisiniz ki, burada sirkə turşusu alınır. Xahiş edirəm, əzbərləyin. Ardıca deyirik ki, metil spirtin üzərinə dəm qazı gəldikdə mən alacağam nə? Sirkə turşusu. Bildiyimiz kimi sirkə turşusu bizim üçün sənayedə əhəmiyyətlidir deyə onun alınması daha yaxşı bilməliyik, belə deyək. Laboratoriyada alınma üsullarına gəldikdə isə karbon turşuları zəif turşulardır. Onların duzlarına onlardan daha qüvvətli turşuları ilə, misal üçün sulfat turşusu ilə gəlməklə alırıq. Misal üçün sirkə turşusunun kalium duzuna mən sulfat turşusu gəlsəm, artıq buradan alınacaq sirkə turşusu və kalium sulfat. Yəni daha qüvvətli turşu gəlirəm, onu duzundan çıxardır. Aldehid dərsində də keçdiyimiz kimi aldehidlərimiz gümüş qüzgü ilə reaksiyaya girib, gümüş bir oksidi ilə və yaxud da MiSO-H2 ilə reaksiyaya girib turşu verir. Yəni, misal üçün, sirkə turşusunu almaq üçün asetaldehidin üzərinə gümüş bir oksid gəldikdə, reaksiyadan alırıq sirkə turşusu və gümüş. Və yaxud da MiSO-H2 ilə oksidləşdirsək, alacağıq turşu. Uyğun aldehiddən uyğun turşunu alırıq karbon sayına görə. Gümüş güzgü reaksiyası və yaxud da MiSO-H2-yə görə. Bunların alınma üsullarımız laboratoriyadadır. Çünki daha çox pul çıxır deyə biz sənayedə alınma üsullara daha üstünlük veririk. Yəni əlimizdə olan maddələrdən alma üsulları. Doymuş bir əsaslı karbon turşularının fiziki xassələrinə gəldikdə əzbərə bilməlisiniz ki, ilk 9 nümayəndəsi maye, digərləri isə bərk haldadırlar. Tərkiblərində karboksil qrupu var deyə onlarda hidrogen rabitəsi var. Deyirik ki, molyar kütlələri artdıqca suda həll olmaları azalır. Oktan turşusundan başlayaraq, yəni karbonun sayı 8 olan C7H15 COOH-dan başlayaraq praktiki olaraq suda həll olmur. Turşular elektrolitdirlər, suda elektrik cəryanını keçirdirlər. Buna diqqətlə fikir verin. Üzvü maddələrdir deyə uşaqlar elə bilirlər ki, elektrik cəryanını keçirmir. Xeyr, elektrik cəryanını keçirdirlər, sadəcə zəif keçirdirlər. Məhlulları lakmusu qızardır, adından da göründüyü kimi turşudur. Molyar kütlələri artdıqca ərimə temperaturları, qaynama temperaturları, izomerlərinin sayı və s. artır.
Deyirik ki, turşuların qaynama temperaturu tərkibində eyni sayda olan bir spirtlərin, aldehidlərin, ketonların, efirlərin hamısının qaynama temperaturundan daha yüksəkdir. Niyə? Çünki bunların arasında hidrogen rabitəsi qüvvətlidir. Molekul-daxili hidrogen rabitəsi, molekul-daxili deyirəm, molekullararası hidrogen rabitəsi karbon turşularında qüvvətli olduğundan onların qaynama temperaturu digərlərindən qat-qat daha qüvvətlidir, daha çoxdur. Sonra keçirik doymuş bir əsaslı karbon turşularının kimyəvi xassələrinə. Doymuş bir əsaslı karbon turşularının kimyəvi xassələrini gəldikdə, onları 3 hissəyə bölmək olar. Necə? Birincisi karboksil qrupuna görə kimyəvi xassələr, ikincisi alkil radikalına görə, bir də qarışqa turşusunun özünün xüsusi xassələri var ki, gəlin bunları bircə-bircə öyrənək. İlk öncə baxırıq karboksil qrupunun üzrə xassələrinə. Karboksil qrupu özünü turşu kimi aparır. Deməli, turşu kimi baxsaq, karboksil qruplu birləşmələr kimi baxsaq, sirkə turşusundan baxaq. Hidrogendən əvvəldə yerləşən metallarımız hidrogeni duzundan çıxarda bilər. Yəni, turşusundan çıxarda bilər. Yəni, sirkə turşusunun üzərinə kalsium gəlsəm, buradan alacam CH3COO 2 dəfə. Nəsə, burada karbonun sayını bir artıq oldu. Kalsium və hidrogen qazı. Və yaxud da turşudur deyə, deməli, əsasi oksidləri ilə, amfoter oksidləri ilə reaksiyaya girəcək. Sirkə turşusunun üzərinə mis 2 oksid gəlsən və yaxud da digər oksidlərimizi gəlsən, burada yenə duz, yəni CH3COO 2 dəfə mis və su almasıdır. Natrium OH ilə də reaksiyaya girəcək, duz və su verəcək. Amonyak ilə reaksiyaya girib duz verəcək. Yəni, turşulara xas bütün xassələrə malikdir karboksil qrupu xassələri dedikdə. Özündən zəif turşuları, yəni karbonat turşusunu, sulfit turşusunu, hipoxlorit turşusunu, sulfidi hamısını duzundan çıxardır. Biz deyirik ki, sirkə turşusunu ərpi təmizləmək üçün istifadə edirik. Yəni, kalsium karbonatının üzərinə sirkə turşusu gəldikdə, buradan alınasıdır CH3COO kalsium və karbon qazı və su. Yəni, karbonat turşusunu duzundan çıxarır. Karboksil qrupunun xassələrindən biri də mürəkkəb efirləşmə reaksiyasıdır. Biz bilirik ki, spirtlər dərsində də dediyimizə görə, bizim spirtlərimiz ilə turşularımız arasında mürəkkəb efirləşmə reaksiyası baş verir. Yəni, misal üçün, CH3COOH ilə spirtimiz reaksiyaya girir. İndi spirt əksinə yazdım ki, beynimiz qarışmasın, C2H5. Bu zaman spirtdən H qopur, turşudan OH qopur. Həmişə əzbər yadda saxlayın. Turşudan OH, spirtdən H və nəticədə CH3CO C2H5 alınır. Yəni, asetat turşusunun etil efiri alınır. Turşudan OH, spirtdən H qopur. Əzbər yadda saxlayın. Mola-mol gedən reaksiyadır. Neytrallaşma reaksiyası kimi də baxa bilərsiniz. Mübadilə reaksiyasıdır, efirləşmə reaksiyası adlanır. Mübadilə reaksiyasının bir növüdür, belə deyək. Sonra bizim sirkə turşumuz hiqroskopik maddələr iştirakında, yəni suuducu maddələr iştirakında molekullararası dehidratlaşma reaksiyasına girərək özlərinin anhidridini əmələ gətirir. Yəni, sirkə turşumuzun 2 molu molekullararası dehidratlaşma reaksiyasına girərək P2O5 iştirakında, hiqroskopik maddə iştirakında, suuducu maddə iştirakında əmələ gətirir sirkə turşusunun anhidridini və suyu. Bu da oldu bizim karboksil qruplarımızın reaksiyası. Sonra davamında keçirik alkil radikalı üzrə reaksiyalarımıza. Bunu da bayaqlar sizə demişdik. Dedik ki, karboksil qrupundan sonrakı karbon atomundakı hidrogen atomları halogen ilə əvəz olunur. CH3COOH-ın üzərinə xlor qazını gəlsən, xlor qazım gələcək hidrogenin birinə əvəz eləyəcək. 1 mol xlordur deyə 2 mol xlor götürsəm, ikisi əvəz olunardı. Buradan alınacaq CH2 xlor, COOH və H xlor.
Alkanlardakı kimidir də 1 mol girəndə 1 mol əvəz olunur, 2 mol girəndə 2 mol əvəz olunur. Eee, Deyəcəksiniz ki, bəs burda karbonun sayı çox olsaydı hansını əvəz eləyəcəkdim? İlk öncə karboksil qrupundan sonrakı karbon atomundakı hidrogenlər əvəz olunur, sonra keçir digərinə. Bu da olur bizim nəyimiz? Alkil radikalı üzrə reaksiyalarımız. Qarışqa turşusunun xüsusi xassələrinə gəldikdə isə, biz bunları əzbərə bilməliyik. Qarışqa turşusunun tərkibində aldehid qrupu var. Çünki hidrogen birləşir karbon OH ilə. Biz də bilirik ki, bu hidrogen ilə karbonu aldehid qrupudur. Aldehidlərin də özünə xas xüsusiyyətləri nədir? Gümüş güzgü reaksiyasına girməsi və mis-2 hidroksidi ilə reaksiyaya girməkdir. Ki, qarışqa turşusu özü və onun duzları həm gümüş güzgü reaksiyasına girir, həm də ki, mis-2 hidroksidi ilə reaksiyaya girir ki, gəlin o reaksiyaları bir-bir yazaq. Qarışqa turşusu, xahiş edirəm əzbər bilin, çox düşən sualdır, qarışdırmayın. Gümüş 2O ilə reaksiyaya girəndə verir karbon qazı, su, bir də gümüş. Və yaxud da mis-2 hidroksidi ilə reaksiyaya girəndə deyirik ki, mis-2 hidroksidi ilə reaksiyasından karbon qazımız, suyumuz və mis-2O'muz. Amma deyirik ki, duzları ilə reaksiyaya girəndə isə gümüş 2O ilə reaksiyaya girəndə alınacaqlarının sabah izah eləyib verəcəm ki, bitsin. Deməli, bizim dərsimiz məhlullardan da qaldıq biz. Tofiq bir tərəfdən gəlsin, başım qarışdı ona. Məhlul idi bizim dərsimiz. Beyin getdi. Karbon turşularımız, düzdür? Gəlin baxaq. Dedik ki, qarışqa turşusu. Qarışqa turşusunda dedik ki, gümüş güzgü reaksiyasına girdikdə əmələ gəlir karbon qazı, su və gümüş. Dedik ki, bəs bunun natrium duzu, kalium duzu olduqda gümüş 2O ilə reaksiyaya girdikdə əmələ gələcək turp duzumuz. Yəni natrium hidrokarbonatımız, suyumuz və gümüşümüz. Həmçinin mis-OH2 ilə reaksiyaya girəndə karbon qazı, su, mis-1 oksid, natrium hidrokarbonat, su və mis-1 oksid əmələ gələcək. Bu da oldu bizim natrium hidrokarbonat və su əmələ gəlmir. Mən burada su da yazmışam. Buradakı su yoxdur. Natrium hidrokarbonat və gümüşdür. Su mis-1 oksiddədir. Bunları dedik. Bir də deyirik ki, qarışqa turşumuz molekul daxili dehidratlaşaraq sulfat turşusu iştirakında dəm qazı və su əmələ gətirir ki, bu reaksiyanı biz çox görmüşük indiyə qədər. Dehidratlaşma reaksiyasıdır. Bu da oldu doymuş bir əsaslı karbon turşularının izahı. Sizə qaldı doymamış bir əsaslı karbon turşuları və 2 əsaslı karbon turşularının izahı. Düzdür?